İş saatlarından artıq işlədilmə, overtime-dan danışırıq ki, bu son zamanlar çox yaşanır, xüsusilə də özəl müəssisələrdə. Pərvanə xanım, işçi əlavə iş saatlarına məcbur edilə bilərmi? Xeyr, heç bir halda işçi əlavə iş saatlarına məcbur edilə bilməz. Sadəcə qarşılıqlı razılıq əsasında işləyə bilər. O halda ki, o əmək haqqına əlavə ödənişlər alınacaq. Bəs artıq işlədilmiş saatlara görə ödəniş necə hesablanır? Artıq işlədilmiş saatlara görə qarşılıqlı razılıq əsasında Məvacib təyin olunur. Məvacib təyin olunur. Əgər bunlar bayram günlərinə ya 6 şənbə günlərinə, bazar günlərinə təsadüf edirsə, 2 qat maaşın hesablanması nəzərdə tutulur. Qarşılıqlı razılaşma əsasında məvacib təyin olunur, yoxsa müəyyən hesablama mövcuddur bunun üçün? Yox, müəyyən hesablama mövcuddur o ümumi günlərdə. Amma əlavə işlədildikdə, xüsusi günlərdə, yəni bayram günlərində, şənbə, bazar günlərində əlavə olaraq işə çağırılırsa, yəni 2 qat hesablanmalıdır. İşçi bu hüququnun pozulduğunu necə sübut edə bilər? İşçi bununla bağlı əmək müfəttişliyi orqanına müraciət edir. Əmək müfəttişliyi bununla bağlı həmin müəssisəyə sorğu göndərir. Lazım digər bütün sənədləri şirkətdən təqdim edilməni istəyir. Orada işçinin giriş-çıxış saatları qeyd olunur. Orada ondan sübut olunur ki, faktiki olaraq bu işçi həmin saatlarda olub, orada işləyib yoxsa yox. Belə olan halda məhkəməyə getmədən, yəni məhkəməyə müraciət etmək eyni zamanda vaxt itkisidir, bilirik ki, mediasiyaya müraciət eləsə Bəli, bu işlər onsuz əmək mübahisəsidir. Əmək mübahisəsi ilə bağlı məhkəməyə getməmişdən öncə mediasiyaya müraciət olunmalıdır. İstənilən bütün mübahisələrdə, bir daha vurğulayıram, məhkəmə getməmişdən öncə mediasiyaya müraciət oluna bilər. Mediasiyaya müraciət etmək həm vaxt itkisinin qarşısını alır, həm əlavə xərclərin qarşısını alır, həm də ünsiyyəti, bir-birindən danışıb dil tapmalı. Münasibəti qoruya bilir. Bəli, münasibəti qoruya bilir. Mən bir haşiyədən kənara çıxmaq istəyirəm. Bu həmkarlar təşkilatı var, bilirsiniz ki. Həmkarlar təşkilatı adətən könüllü qeyd olunub, amma bir çox hallarda artıq xəbərimiz onda olur ki, əsasən də dövlət qurumlarında belə olur ki, onda xəbərimiz olur ki, biz artıq oranın üzvüyük. Bizim əməyimiz pozulduğu halda, iş yerimizdə əməyimiz pozulduğu halda birinci müdaxilə etməli olan, müraciət etməli olduğumuz və müdaxilə etməli olan tərəf həmkarlar ittifaqı deyilmi? Bəli, birinci həmkar. Çünki çox vaxt o artıq işlənmələr özəl sektorlarda olur. Özəl sektorların əksəriyyətində də həmkarlar ittifaqı yoxdur. Bəziləri heç işlətmir. Var, müəyyənlərində var. Daha doğrusu tikinti şirkətlərinin demək olar ki, bir çoxlarında var. Eləsində var. Birinci müraciət olunmalı, yəni odur. Yəni həmkarlar ittifaqının rəyi olmadıqda, onsuz da sən heç bir addım ata bilmirsən orada, işdən çıxarda bilmirsən işçini, mütləq həmkarlar ittifaqının rəyini almalısan ondan sonra. Təəssüflər olsun ki, son zamanlar bu tez-tez baş verir. Əsasən də işdən çıxmağa məcbur edilmə. Yəni öz ərizəni yazmasan, bu kimi hallar artıq çoxumuz bilirik ki, baş verir. İşdən özün könüllü çıxmasan, mən səni 70-in çeybəndi ilə çıxaracağım filan, bu kimi hədə-qorxularla məcbur eləyirlər. Qarşı tərəfdə, yəni işçi daha doğrusu, işçi olan tərəfdə ərizəsini yazmağa məcbur hiss eləyir özün. Amma belə olan halda həmkarlara müraciət edə bilərmi və edə bilərsə, həmkarlar onu hüquqlarını hansı formada qoruya bilər? Həmkarlara müraciət edə bilər. Həmkarlar komissiyada toplanır, iclas keçirdirlər, bununla bağlı rəylərini bildirirlər. Əgər onların rəyi işçini qane etmirsə, işçi əmək müfəttişliyi orqanına mütləq müraciət etməlidir. Aydın, təşəkkür edirəm Pərvanə xanım.